Bir daha salam, hər vaxtınız xeyir olsun. 18 iyundan etibarən müəllimlərin sertifikasiya imtahanı keçirilir. 18, 19, 20 iyun bu gün də müəllimlərin sertifikasiya imtahanı keçirildi. Bu günlərdə müxtəlif fənlərin sertifikasiya imtahanı keçirildi. Riyaziyyat fənni üzrə, ibtidai siniflər, rus dili, ingilis dili, fransız dili bu fənlərin sertifikasiya imtahanı keçirildi və həmçinin filoloqların sertifikasiya imtahanı keçirildi. Coğrafiyaçıların da bugün sertifikasiya imtahanı oldu. Çox şükür, hər bir sertifikasiya imtahanından çıxan müəllimlərin üzü gülür. Hansı ki, kimlər hazırlaşmışdı, kimlər məsuliyyətli formada öz işinə yanaşmışdısa, hər bir müəllim sertifikasiyadan uğurlu nəticə göstərdi, öz əziyyətinin bəhrəsini gördü. Ancaq yeganə bir ixtisas filoloqların biz gileyini eşitdik və onların baxdıq ki, onların deməli imtahanla bağlı söylədiklərində həqiqət var. Ümumi statistikaya baxanda biz görürük ki, bu 18, 19, 20 iyun tarixində demək olar ki, bütün fənlərdən coğrafiyada da var, deməli riyaziyyatda da var, ingilis dilində də var, ibtidai sinifdə də var. 50-ni keçən müəllimlər çoxdur. Onlar da təbii ki də məsuliyyətlə hazırlaşıblar və öz əziyyətlərinin bu gün nəticəsini görürlər. Amma filoloqların, Azərbaycan dili ədəbiyyat müəllimlərinin biz nəticələrinə baxanda biz görürük ki, onların nəticələri yəni heç ürəkaçan deyil. Təbii ki, bir ölkədə ola bilməz ki, Azərbaycan dili ədəbiyyat müəlliminin içərisində bir dənə, iki dənə, nə bilim, bir yaxşı nəticə göstərən, yəni yaxşı işini bilən müəllim olmasın. Yəni bu mümkünsüzdür də. Əlbəttə ki, bizim öz işinin peşəkarı, öz işinin mütəxəssisi, öz ixtisasını yüksək səviyyədə bilən ölkədə savadlı filoloqlarımız var. Azərbaycan dili ədəbiyyat müəllimlərimiz var. Amma əfsuslar olsun ki, onlara olunan ədalətsizlik, haqsızlıq nəticəsində onlar bu günləri deməli imtahandan məyus halda çıxdılar və onların nəticələri ürəkaçan olmadı. Hər kəsin də söylədiyi, bütün müəllimlərin söylədiyi bir deyim var ki, suallar qoyulan vaxt çərçivəsinə sığmırdı. Əlbəttə ki, müəllimlərə orada müəyyən bir vaxt çərçivəsi verilir. Demirlər, heç kəs demirik ki, biz suallar çətin idi. Biz demirik ki, suallar nə bilim belədir, elədir. Sadəcə suallar deməli bizə verilən vaxt çərçivəsinə uyğun deyil. Yəni o vaxt çərçivəsində işləyib o sualları yəni çatdırmaq olmaz. Söhbət kurikulum suallarından getmir. Söhbət ixtisas suallarından, yəni Azərbaycan dili və ədəbiyyat suallarından gedir. Biz bunun dəfələrlə şahidi də olmuşuq ki, misal üçün sualı hazırlayırlar, imtahana verirlər. Düzdür? Aha. Daha sonra sualın 3-4 dənə həmin o hazır imtahan suallarını 3-4 dənə sualı çıxıb deməli Təhsil TV-də və yaxud da müxtəlif belə deyək də kanalda onu izah edəndə bu sualın vaxtı həddindən artıq, misal üçün 4 dənə sual izah olunur, 3 dənə sual izah olunur, baxırsan ki 25 dəqiqə, 30 dəqiqə izah edir. Yəni onu hazırlayan təlimçilər. Bəs yaxşı, burada biz niyə müəllimləri nəzərə almırıq ki, bəs bu biz 4 sualı çıxdıq, nümunə sualı izah eləyəndə 4 suala 30 dəqiqə vaxtımız getdi, 20 dəqiqə vaxtımız getdi. Bəs müəyyən bizim verdiyimiz bu vaxt çərçivəsində 2 saat ərzində bu müəllim 50 sualı necə işləsin bəs? Yəni bu müəllim 50 sualı necə çatdırsın? Yəni bu məsələnin bir tərəfi. Əlbəttə ki, siz bunu nümunə kimi yəni mən sizə nümunə kimi çəkəndə, mən nümunə göstərəndə məlum olur ki, bu vaxt çərçivəsinə mümkün, yəni onu işləyib çatdırmaq, o sualları vaxt çərçivəsində yəni düzgün cavablamaq mümkün deyil o vaxt çərçivəsində. Və daha sonra başqa bir situasiyada baxanda görünür ki, burada Azərbaycan dili ədəbiyyat müəllimlərinə qarşı suallarda balansın gözlənilməməsi var, haqsızlıq var. Necə olur ki, misal üçün də bütün fənlərdə 60 bal var demək olar ki, 59'lar var, misal üçün 60'lar var, 58'lər var, 57'lər var. Amma mən bu il Azərbaycan dili ədəbiyyat müəllimlərinin içərisində 2 dənə 51 eşitdim.
yəni öz müdavimlərimizin içərisində 2-ci dənə 51 bal eşitdim. Qalan heç bir müəllimdə 51-dən mən yüksək bal hələ eşitməmişəm Azərbaycan dil ədəbiyyat müəllimlərində. Və bu statistikanı da mən xahiş edərdim ki, sizdən açıqlayasınız ki, misal üçün bu günə qədər 20 iyuna qədər olan imtahanlardan deməli, misal üçün də coğrafiyada neçə müəllim 59 yığıb, 60 yığıb, 58 yığıb, ümumiyyətlə neçə faiz müəllim 50 balı üzərində nəticə göstərib və yaxud da ingilis dilindən, riyaziyyatdan, rus dilindən, fransız dilindən, ibtidai sinifdən nə qədər, neçə faiz müəllim 50 baldan yuxarı nəticə göstərib. Azərbaycan dilindən neçə faiz müəllim, yəni 50 baldan yuxarı nəticə göstərib, 35% artıma düşüb də. Yəni bu statistikanı siz də görürsünüz, biz də bilirik. Müşahidəmiz nəticəsində deməli baxırıq ki, bu o deyil. Siz də əlinizdə olan statistikaya baxanda açıq-aşkara görsənər ki, burada filoloqların imtahanlarında, yəni Azərbaycan dili ədəbiyyat müəllimləri üçün olan imtahanda biraz yəni bu sualların balansında yəni uyğunsuzluq var. Və mən də bir əməkdaş olaraq, təhsil əməkdaşı olaraq və bütün filoloqların adından, Azərbaycan dili ədəbiyyat müəllimlərinin adından sizlərdən düzgün addım atmağı və bu filoloqlara qarşı ədalətli addım atmağınızı xahiş edirəm. Çünki bizim müəllimlərimiz deməli böyük bir qismi zəhmətkeş müəllimlərdir, öz üzərində çalışan müəllimlərdir. Baxın, sertifikasiya imtahanı deməli yaranandan, sertifikasiya imtahanının adı çıxandan bu müəllimlər öz üzərində çalışırlar. Çalışırlar ki, yəni şagirdlər qarşısında, müəllim yoldaşları qarşısında, kollektiv qarşısında, valideyn qarşısında məyus olmasınlar. Yəni düzgün nəticələri olsun. Amma bu günlərim o müəllimlər artıq sualların düzgün qurulmamasından bu müəllimlər pis vəziyyətə düşürlər. Necə olur ki, misal üçün 3 il, 4 il bundan qabaq, 5 il bundan qabaq müəllimlərin işə qəbul imtahanında 55 bal, 54 bal, 56 bal toplayan müəllim gəlir 30-40 bal toplayır bu gün müəllimlərin sertifikasiya imtahanında. Axı biz bir görürük ki, yəni misal üçün biz yəni gördüyümüzə görə MİQ imtahanı çətin olmalıdır sertifikasiya imtahanından. Buradan aydın, yəni bu statistikaya baxanda, digər müəllimlərin topladıqları ballarla Azərbaycan dili ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanında topladıqları balları müqayisə edəndə məlum olur ki, Azərbaycan dili ədəbiyyat müəllimlərinə qarşı, filoloqlara qarşı bu imtahanda suallar düzgün hazırlanmıyor. Ona görə bütün filoloqların adından, bütün müəllimlərimizin adından sizdən xahiş edirik. Bu filoloqlara qarşı ədalətli addım atmağınızı gözləyirik və buna da inanırıq. Bizim müəllimlər, yəni mən belə deyək də, imtahandan sonra müəllimlərlə çox ünsiyyətli olan biriyəm. Müəllimlərin bir qismi, böyük qismində belə həvəsdən düşmə yaranıb. Çox xahiş edirəm bizim müəllimlərimizi həvəsdən salmayın. Müəllimlərimiz özlərində işləyən müəllimlərdir və mən inanıram ki, ən düzgün addımı Təhsil Nazirliyi atacaq və filoloqlara qarşı ədalətli addım atılacaq. Təşəkkür edirəm.